Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir suala baxaq. Deyir ki, funksiyasının neçə sıfırı var? Funksiyanın sıfırını tapmaq üçün verilən funksiyanı sıfıra bərabər etmək lazımdır. X üstü 4 plus 5x'in kvadratı çıx 6 bərabərdir 0 olur. 0 olur. Burada yaxşı olar ki, x kvadratına bir t deyək. Olur, x üstü 4 olacaq t kvadrat, üstə gəlinsin 5x kvadratı t çıxaq 6 bərabərdir 0-dan. Burada VT əsasən, VT teoreminə əsasən t1 olur -6, t2 olur 1. Biz nəyə t demişdik? X kvadratına. X kvadratı bərabər olur -6-ya. X buradan bərabər olur kvadrat kök altında 6i. X bərabər olur x1, x2 deyək. Mənfi kvadrat kök altında 6i. Sonra x kvadratı t-ni nə tapmışdıq sonra 1-ə. x3 bərabər olur -1, x4 bərabər olur müsbət 1. Deməli, neçə sıfır oldu? Sıfırların sayı 1, 2, 3, 4. Deməli, bu funksiyanın 4 sıfırı var. Düzgün cavab olur C bəndi.